Birinci zonalar üçün gəldik çatdıq yolun sonuna. Sabah imtahandır. Deməli uşaqlar buna baxın. 3-4 dəqiqə vaxtınızı alacağam. Ondan sonra gedin kef eləyin. Deməli uşaqlar, imtahanı necə planlayırsınız? Təbii ki 3 fəndir. Riyaziyyat, Azərbaycan dili, ingilis dili. 11-ci siniflərin buraxılışlarını gördünüz. Azərbaycan dilindən çox ehtiyatlı olun uşaqlar. Böyük ehtimalla sizə də vaxt olan suallar düşəcək. Sualların üzərində həddindən artıq çox vaxt itirmirsiniz. Baxın, ən azı 30 dəqiqə riyaziyyata vaxt ayırın. Ən azı 30 dəqiqə ingilis dilinə vaxt ayırın. Ondan sonra Azərbaycan dilinə keçin. Riyaziyyatın bütün sualları çətin olmayacaq. 25 sualın ən azı uşaqlar 15 dənəsi bildiyiniz su kimi suallar olacaq. 5 dənəsi orta səviyyəli sual olacaq, orta asan, çətin olmayacaq o da. Sondan 4-5 dənə sual, ortalama indi dəyişə bilər 1-2 dənə, ətraflı tələb olunan suallar. Onun içərisində maraqlı sual çıxa bilər, çətin sual çıxa bilər. Biz dünən canlıda 35 dənə son 3 ilin buraxılışına düşmüş ətraflılar haqqında belə deyək də sınaq izah elədik. 35 dənə sual paylaşdıq. Mükəmməl suallar idi. Onlardan bəziləri də mən düşünürəm ki, oxşarlarından da imtahana düşə bilər. Ona görə gec olmamış o canlıya da baxın. 2x sürətlə baxın, fərqi yoxdur. Əsas odur sual tiplərini görün və həll qaydalarını öyrənin. Bu riyaziyyatda yazacaqsınız, bir problem olmayacaq. Ekstra anormal sual olmayacaq, narahat olmayın. Sadəcə diqqətli olun, vaxtınızı düzgün bölüşdürün. Eyni şeyi ingilis dilində də eləyirsiniz, eyni şeyi Azərbaycan dilində də eləyirsiniz. Baxın, təkrar edirəm. Yaza bilmədiyiniz sualı üzərində saat dəqiqələrlə qalmayın. Bir dəfə cəhd elədim, bitdi. Yaza bilmədin, keç digər sualı. Bildiyin, yaza bildiyin sualları bitirəndən sonra, ondan sonra qayıdarsan yaza bilmədiyin suallara. Bu zaman həm vaxt qazanacaqsan. Uşaqlar, qazanacaqsınız. Həm də ki, suallar, yazmış olduğunuz sual sayı çoxalacaq. Və əmin olduğunuz cavabı çox gözləməyin. Cavab kartı yanınızda olsun, anında koddaşdırın. Əminsinizsə koddaşdırın, əldən çıxsın, vaxt itirməyin ona da əlavə. Çünki normalda yarım saat vaxtda koddaşmaya gedir. 3 saatın yarım saatını ora saysaq, 2 saat yarım vaxt qalır. 3 saat yarımda nə edəcəksiniz? Məcbursunuz ki, uşaqlar o əmin olduğun sual anında koddaşdır, çıxsın əldən geçsin. Bu da belə. Əlavə də nə deyim sizə uşaqlar? Artıq bugün maksimum 2-yə 3-ə qədər, maksimum biraz da belə deyək, dirəksəniz saat 4-ə qədər dərs oxuyun, ondan sonra oxumayın. Bağlayın, yekunlaşdırın, dincəlin, yaxşı dincəlin, çıxın, gəzin, hava alın, qoyun beyniniz açılsın. Əlavə olaraq da gec yatmayın, tez yatın, saat 9-10 oldu, gedin yatın. Səhərdə uşaqlar, doyunca yatın. Tam yatıb, doyub, yuxudan doyandan sonra gedin. Yuxu dərmanı istifadə eləməyin, ağrı kəsici, nə bilim, bu tip ağrı kəsicinin də bilmirəm, edici tipli dərman olmasın, amma istifadə eləyə bilərsiniz. Yəni uşaqlar, sizin imtahanda beyninizi uyuşturacaq bir dərman istifadə eləməyin. Ayıq olun imtahanda, yəni yorğun olmayın. Çünki səhərə qədər dərs oxusanız, gedib imtahanda yuxulayacaqsınız. İmtahana yatmağa yetmirsiniz də. Ev yoxdur. Oxumağı artıq yekunlaşdırın. Son günü mən heç hazırlıq keçmirəm. Yəni, məsələn, 9-larımda çağırmamışam. Onlayn dərslərdə yoxdur, heç nə yoxdur. Həm 11-lərdə belə olmuşdu. İmtahandan bir gün əvvəl heç nə yox idi. Yəni, bunu mütləq eləyin. Çox vaxtınızı almıram. Sadəcə imtahanı necə planlamalısınız, bunu deyim. Hər il deyirəm, hər dərs deyirəm, yenə də uşaqların yadından çıxır. Baxın, indi gedin bu videonu baxa-baxa. Videonu burada saxla. Ged, vəsiqəni götür. Yox, buna bax, sonra saxla. Vəsiqəni götür. Buraxılış vərəqəsini götür. Qələmini götür, pozanını götür. Qoy bir dənə failin içinə. Onu da qoy, hara qoy? Stolun üstünə qoy. Çıxanda elə onu birbaşa götür ki, sabah yadından çıxmaz. Bir də vəsiqəni götürəndə vəsiqəni özünüz olduğuna bax. Şagirdlərimizdən neçədəsi valideynin vəsiqəsini götürmüşdü. Çünki oxşurlar axı bir-birinə. Öz vəsiqəsi yadından çıxıb, valideynin vəsiqəsini götürüb, yenə deyirəm. Vəsiqəni yoxlayın, özünüzün vəsiqəniz olsun, ondan sonra qoyun failin içinə və salam. Faili bağlayın, səhər onu götürüb gedin imtahana. İmtahanda da qətiyyən uşaqlar özünüzü həyəcanlandırmırsınız. Çalışın bir yarım saat, 40 dəqiqə tez gedin. İmtahana da təbii ki. İçəri girəndə də o yanınızda, sağınızda, solunuzda oturan uşaqlarla söhbət eləyin. Mümkündürsə, nəzarətçilə də söhbət edin, bu sizin stresinizi azaldacaq. Və bununla deyim ki, uşaqlar, siz 9-cu sinifsiz, əgər universitetə hazırlaşırsınızsa, bu imtahanın sizin üçün heç bir əhəmiyyəti yoxdur. Gözünüzdə dağ boyda eləməyin imtahanı. Siz 11-də buraxılış blok imtahanına hazırlaşırsınızsa, bu imtahanın heç bir əhəmiyyəti yoxdur. Sadəcə əhəmiyyəti var kollecə hazırlaşanlar üçün. Bir də təbii ki, hər kəs bilir ki, bu imtahan valideynləri razı salmaq üçündür. Hər biriniz də o yolu keçib, mən də o yolu keçmişəm. Siz də sabah keçəcəksiniz.
Yəni bilirəm ki, başa düşürəm ki, valideynləriniz sizdən tələb edir. Siz də o tələbi qarşılamağa çalışırsınız. Amma yenə də deyirəm, özünüzü həyəcanlandıracaq bir şey yoxdur. 11-ci sinifdə həyəcanlanarsınız. İndi bir şey yoxdur. Çünki önəmli imtahan deyil. Buraxılış imtahanıdır, düzdür, amma önəmli deyil. Kollecə gedirsənsə önəmlidir, getmirsənsə önəmli deyil. Əksər şagirdlər də kollecə getmədiyi üçün, yəni özünüzü həyəcanlandıracaq, qorxudacaq, stres gətirəcək şeylər eləməyin. İmtahandan ağlayıb çıxanlar kim olur, nə bilim, sualların yerini sürüşdürən kim olur. Eləməyin uşaqlar, o qədər önəmli bir şey deyil. Özünüzü hazır eləyin buna. 11-ci sinifdə 11-ci sinifdə artıq həyəcanlanarsınız. Onda biraz böyüyəcəksiniz, yəqin ki, az həyəcanlanarsınız. Belə uşaqlar, uğurlar sizə. Mən baxdım bizim sınavlar qrupumuzda səhv etmirəmsə 20-24 dənə sınav paylaşmışıq. Demək olar bir 10-12 gün ərzində 23-24 dənə sınav paylaşmışıq. Bu sınavlar qrupumuz ta ki 28 aprelə qədər davam edəcək. Tamamilə ödənişsiz. Hər il ödənişli idi. Bu il ödənişsiz eləmişik. Tək şərt kanala abunə olmalıdır. İndi 5 aprel artıq ehtiyac deyil, amma 12 və 26 apreldə verən uşaqlar mütləq həmin sınavlar qrupuna qoşulsun. Sınavlarımızın ardı dayanmayacaq. Bu gün sınav olmayacaq. Sabah. Bu gün sınav olmayacaq sadəcə. Bir də sabah buraxılış imtahanı olacaq. Onu müzakirə edəcəyik. Birinci gündən yenidən başlayacaq. 12 aprelə qədər, eyni ilə 28 aprelə qədər bu davam edəcək. Yəqin ki, uşaqlar 100-ə yaxın sınav paylaşılacaq. Bəlkə də 100-dən artıq sınav olacaq. Və o sınavlar burada əksər hissəsi burada paylaşılmır. Yəni YouTube-da gördüyünüz sınavlar ora göndərilən sınavlar deyil. Ora ayrı sınavlar da göndərilir. Belə uşaqlar, hər birinizə uğurlar. Gedin, yazın, partladın, gəlin. Gələndən sonra da uşaqlar burada rəylərdə qəşəng fikirlərinizi yazarsınız. Sağ olun, hər birinizə uğurlar.